Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində fəaliyyət göstərən Əmək Bazarı və Sosial Müdafiə məsələləri üzrə Milli Observatoriya tərəfindən əmək bazarı üzrə terminlərin izahlı lüğəti hazırlanıb. Yeni nəşrin təqdimatı tədbirində qurumun rəhbər şəxsləri, kitabın rəyçiləri, Nazirlik yanında İctimai Şuranın üzvləri də daxil olmaqla müxtəlif ictimai birliklərin nümayəndələri iştirak ediblər. Milli Observatoriyanın idarə heyətinin sədri Elnur Səfərli tədbir iştirakçılarına lüğət haqqında məlumat verib. Bildirib ki, bu nəşr əmək bazarı sahəsinə ilk izahlı lüğət kimi mühüm əhəmiyyət daşıyır və sahədə vahid terminoloji bazanın formalaşmasında xidmət edir. Əmək bazarının müxtəlif aspektlərini əhatə edən 4 əsas istiqamət üzrə hazırlanan lüğətdə Azərbaycan və İngilis dillərində 5500 terminin əsaslı izahı verilib. Daha sonra lüğətin rəyçilərinin fikirləri dinlənilib. Nazirlik yanında İctimai Şuranın sədri, İqtisadi Elmlər doktoru Professor Elşad Məmmədov lüğətin önəmindən bəhs edib. Nəşrin əmək bazarı ilə bağlı məlumatlılığın artırılmasına və terminoloji vahidliyin təmin edilməsinə, bu sahəyə dair müxtəlif terminlərin düzgün anlaşılmasına və onlardan düzgün istifadəyə xidmət edəcəyi, müvafiq sahənin öyrənilməsilə məşğul olanlar üçün yol xəritəsi olacağı qeyd edilib. Bugün biz əmək bazarı üzrə terminlərin izahlı lüğətinin təqdimatında iştirak etdik. Hesab edirəm ki, bu lüğətin tərtib olunması əmək bazarı üçün böyük bir töhfədir və mən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini, Nazirlik tabeliyində fəaliyyət göstərən Milli Observatoriyanı bu münasibətlə təbrik edirəm. Düşünürəm ki, bu lüğətin bugünkü gün əmək bazarında təqdim edilməsi, əmək bazarına çatdırılması ilə bağlı böyük bir tələbat mövcud idi. Eyni zamanda hesab edirəm ki, müəssisələrdə, istər dövlət qurumlarında, istər özəl sektora aid müəssisələrdə fəaliyyət göstərən insan resursları segmenti üzrə çalışan mütəxəssislər üçün bu lüğət faktiki olaraq bir stolüstü kitaba çevriləcək. Çünki bugün əmək bazarında münasibətlərin inkişafı ilə bağlı çox böyük bir dinamizm var, ciddi dəyişikliklər baş verir və təbii olaraq bu sahədə fəaliyyət göstərən əməkdaşlar bu proseslərin kifayət qədər ciddi şəkildə dərindən izlənməsini reallaşdırmalıdır və mən hesab edirəm ki, bu kitab, bu lüğət faktiki olaraq bu istiqamətdə müvafiq bir baza kimi çıxış edəcək. Son illərdə əmək bazarında kifayət qədər inkişaf var. Həm digitallaşma, texnologiyanın inkişafı əmək bazarında yeni terminlərin ortaya çıxmasına səbəb olub. Və bununla əlaqədar Milli Observatoriya əmək bazarı və sosial müdafiə məsələləri üzrə tədqiqatlar apararkən belə bir zərurətdən çıxış edərək əmək bazarı terminal lüğəti hazırladı. Bu lüğəti hazırlayarkən beynəlxalq təcrübədən, eyni zamanda Beynəlxalq Əmək Təşkilatının son illərdəki tədqiqatlarından istifadə olundu. Ədəbiyyata qazanılan yeni terminlər, digital əmək bazarı, sərbəst məşğulluq, əmək bazarındakı münasibətlərlə əlaqəli yeni terminlər izahlı olaraq bu lüğətə daxil edildi. Lüğətdə hardasa 540-a yaxın terminin izahı verilib, həm Azərbaycan dilindən İngilis dilinə, həm də İngilis dilindən Azərbaycan dilinə terminlərin vahid yazılışı və hər terminin izahı verilib. Terminlər həm beynəlxalq terminologiya, məsələn, Beynəlxalq Əmək Təşkilatının istifadə etdiyi terminlərlə orada xatırlanıb, yəni həm Azərbaycan dilinə qoyulub, həm İngilis dilində həmin terminlər. Bu çox yaxşı bir praktiki vəsaitdir. İndi onun elektron versiyası da olacaq və təkmilləşmə də davam edəcək onun üzərində. Çünki bu, deyək ki, insan resursları ilə məşğul olan şəxslər üçün, yaxud vəkillər üçün, lap elə hakimlər üçün, hansı ki, bu qətnamələr yazırlar. Yəni, bir sözlə, dövlət orqanlarında işləyən, o hüquq şöbələrində işləyən şəxslər üçün yaxşı bir, belə deyək, vəsait rolunu olacaq. Və biz də indi burada təqdimatda öz təkliflərimizi verdik və rəhbərlik də dedi ki, o təkliflər də nəzərə alınmaqla gələcəkdə bu, deyək, daha da genişlənəcəkdir. Lətifə Abdiyeva, Müqabil Bəbirxanov, Banu Hüseynli, Səs TV xəbər.